Ay başa dönüm, ay qul sizə qurban olum. Sizin nəyinizə lazımdır ki, mən doğmuşam. Uşağım da olub, Allahın payını mənə verib. Allah'tan çox bilirsiniz siz. Siz Allah'ın məsləhəti, qoyduğu məsləhəti niyə siz onun qarşısına söz gətirirsiniz ki, bəziləri yazır yorumlarda, uşaqlarımı paylaşmışam. Buna uşaq verib Allah. Demək Allah məsləhət görüb ki, verib. Verəndə səndən məsləhət almamışdı. Allah hamının payını versin. Orada yazırlar ki, Allah uşaqlar olmayanların payını versin Allah. Oğul payını da, qız payını da Allah hamıya sağlam evlad versin. Verib də Allah belə məsləhət qorub. Niyə elə deyirsiniz körpə uşaqlarım üçün? Niyə elə deyirsiniz? Allah qorusun mənim balalarımı pis gözlərdən, pis nəzərlərdən, pis insanlardan, pis niyyətlərdən qorusun Allah mənim balalarımı. Beşini də. Bir də o iki uşaq da əsasən də ortalıqda qalıb. Allah ona pis niyyətli insanlardan qorusun onları. Üçü atasının yanındadır. O iki əkizlərim var. Allah Teala onları pis gözlərdən, pis niyyətli insanlardan, kim ki o uşaqlarıma zərər vermək istəyir. Allah onları o insanlardan qorusun. Deyər adamda kim də öz doğması. Nöqtə nə deməkdir ki? Necə? Nöqtə nə demək? Bu qadının adını heç belə dəqiqliklə bilmirəm. Bilmirəm bu xanıma, qoy xanım deyim də, bilmirəm Limon xanım deyim, bilmirəm buna Mina xanım deyim, bilmirəm buna Bit xanım deyim, yoxsa Sirkə xanım deyim. Danışma, azından danışma. Mən Şabranlıyam, sən də Şabranlısan köhnə dəvəçidən. Sən bilirsənmi ki, mən sənin uşaqlarına görə rayona, Şabrana zəng vurmuşam, təhsil şöbəsinə, regional şöbənlə danışmışam, məktəbə zəng vurmuşam. Bilirsən, gəlmişsən, oturmuşsan burada təkrar özünü təqdim edirsən. Mən elə deyildim, belə idim, belə deyildim, elə idim, elə deyildim, belə idim. Biz Amerikada yaşamırıq, biz Azərbaycanda yaşayırıq. Adı çox möhtəşəmdir Azərbaycanın. Çox möhtəşəm bir ölkədir. Amma əhalimiz 10 milyondur. Amma Amerikanın hansısa ştatında bir nə bilim, belə deyim, bir əyalətdə elə 10 milyon var. Əgər orada 10 milyon adam varsa, demək hamı bir-birini tanıyır. Azərbaycanda da hamı bir-birini tanıyır. Deyirsən ki, özü təqdim edirsən ki, mən bilmədim Rəşad subaydı ya evlidir, o məni aldatdı. Ay xanım! Ay xanım, bu arvadlar belə danışanda gülməyim gəlir. Sizə kişi lazım olanda, kişilə maraqlananda siz Amerikada olan kişini də tərcümə halını öyrənirsiniz. O dəqiqədə öyrənirsiniz, bu kimdir, bu nəçidir, bu hardadır, ailəsi var, görüşlüyü var. Sən bilmirsən bu kişi subaydı ya evlidir, 2 körpə dünyaya gətirmirsən, o körpələrin günahı nədir? Hə? Hələ kətdə yaşayan o uşaqları demirəm, az yaşlıları, böyük qızınızı mən məktəbə zəng vurmuşam, təhsil şöbəsinə zəng vurmuşam. Qızların, bu uşaqların, bu Gülxanımın uşaqlarla, o evladlarla maraqlanmışam ki, onlara toxunmasınlar, onlara uşaqlar da bu yaşda zərbə almasınlar, oxumaqlarına davam etsinlər, davamiyyət olsun təhsillərində. Sən özünü nə deyib təqdim edirsən? Sənin 3 uşağın, 3 evladın kətdə yaşayır. Sən bu Bakıda nə gəzirsən? Hə? Sən bu Bakıda nə gəzirsən? İşin yox, peşən yox, sənətin yox, heç nə yox, gəlib oturmasan Bakıda. Düzdür, mənim dişlərimdə də problem var. Azından o dişinin üstünü ört. Bildin? Elə danışırsan ki, elə bir İlhamə Quliyevasan, elə danışırsan, elə bir Madonnasan. Az sən kimsə, kətdən gəlmirsən, geyit qoyunu saxla, inəyi saxla, uşaqlarına sahib çıx. Bəzi aparıcılar. Bu qadının ərini, uşaqlarını niyə çağırırsınız? Niyə efirlərə dəvət edirsiniz? Etmişsiniz. Yenə də deyirəm, qadın, mən sənin uşaqlarınla məhz maraqlanmışam. Və ora zəng vurmuşam. Demişəm ki, bu uşaqlara heç kim toxunmasın. Anıya görə uşaqlar məsuliyyət daşımır. Ananın etdiyinə görə uşaqlar məsuliyyət daşımır. Ananın etdiyi əxlaqsızlığa görə, tərbiyəsizliyə görə, fahişəliyə görə
uşaqlar məsuliyyət daşımır. Bu sənə aid deyil. Kim ki uşaqlarına qarşı belə mövqedə olur, belə hərəkətlər edir, uşaqlarını saymır, onlara dəyər vermir, onlara qiymət vermir, sayğı göstərmir, hansısa kişilərdən dünyaya uşaq gətirir. Məhz belə qadınlar. Belə qadınlar. Siz nəsiz, kimsiz? Əxlaqsız deyilsiniz? Sual verirəm mən izləyicilərə. Belə qadınlara nə deyək? Deyil, nümunəvidirlər.